Bax, sən evlad itirməmisən. Sevdiyin tərəfindən, kürəyindən vurulmamısan. Sənə heç bir səhvin, günahın olmadığı halda çox ciddi bir haqsızlıq olunmayıb. Amma sən bunlara məruz qalmış adamın yaşadığı hissi bəlkə də ondan daha çox yaşayırsan. Bu empatiya deyil ha. Bu yazığı gəlmək də deyil. Bunun adı altruistik kədərdir. O hadisələri sən yaşamamısan, yaşamış kimi dərindən hiss edirsən. Çox təhlükəlidir. Təhlükəlidir ona görə ki, sən hisslərinin sərhədlərini qoymamısan. Özümün illərlə yaşadığım bir məsələdir bu. Və artıq özünə o hissi yaxın buraxmama məsələsinə keçid eləmişəm. Səbəb, birinə nə qədər çox o ürəyin yanırsa, bu arada bu altruistik kədərin məişət dilində adı ürəyi yanmaqdır. Nə qədər bir insana ürəyin yanırsa, özünü onun yerində tam təsəvvür edib, ondan daha ağır hiss keçirdirsənsə, daha çox zərər görürsən, o adamdan daha çox zərər görürsən. Necə olur bu? Ya onun yaşadığını çox daha ağır halını yaşayırsan, ya da o adamdan ağır bir zərbə görmüş olursan. Bax, budur əslində sənə aid olmayan hissləri yaşamağın cəzası. Necə uzaq dura bilərsən və necə həyatına artıq o hissi yaxın buraxmaya bilərsən? Birinci sırada başqasının kədəri sənə toxunsun, amma səni yandırmasın. Birinin ağrısını hiss elə, anla, onun yanında olmağa çalış, amma daxilində o hissə yer vermə. Çünki o yükü daşımaq sənin vəzifən deyil. Sən özünü başqasının yerinə qoyursan, amma bu müvəqqəti olmalıdır. Çünki sənin öz yerində var, o yerə qayıtmalısan. Başqasının kədərinin içində itib batanda özünə, öz kədərinə və öz mənliyinə qayıda bilmirsən. İllər əvvəl bir kitab oxumuşdum və o cümlənin altından necə xətt çəkmişəmsə, beynimdə də həmin cümlə olduğu kimi qalıb. Çılğın izdihamdan uzaq kitabı idi. Thomas Hardy'nin kitabıdır. Orada belə bir cümlə keçir, deyir ki, mərhəmət iki ucu da kəskin bıçaq kimidir. Bir ucu səni yaralayır, biri də mərhəmət göstərdiyin adamı. Birinin dərdini bölməyə həmişə hazır ol. Ancaq öz sərhədlərində olsun, hisslərini sərhədsiz qoyma.